Salam hörmətli YouTube və TikTok izləyicilərim. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhərdir. Gəncə şəhərində deməli Növçülər kimi tanıdığımız bir ərazidə bir zal, 3 otaq olan, bax qarşıda gördüyünüz belə bir həyət evi kirayə verilir. Hal-hazırda mən sizə maşın qarajını göstərirəm. Bax bu cürdür maşın daxil olur. İndi isə qapıdan giriş hissəsini görürsünüz. Bax qapıdan giriş hissəsi bu cürdür. Deməli asfaltdır. Eyni zamanda bu həyət evi Heydər Əliyev prospektində yerləşən Kapital Bankın yanından bu həyət evinə qədər olan məsafə 180-200 metrdir. İndi isə mən sizə hamamını göstərirəm. Bax qarşıda hamamını görmək mümkündür. Onu da deyim ki, hamam ilə evin arasında olan məsafə maksimum 1 metrdir. Hal-hazırda yenidən görürsünüz. Bax hamam təmirlidir. Yəni hər bir nə görürsünüz hamısı dəyişib, təzədir. İndi isə zala daxil oluram. Çox yaxınlıqda 5 deməli 5, 34 və 43 nömrəli orta məktəblər yaxındır. İndi isə zalını görürsünüz. Zalında deməli televizor, YouTube ilə işləyir. Ancaq hal-hazırda deməli internet xətti yoxdur. Ancaq onun çəkilməsinə mən dəqiq söz verirəm. İndi isə ikinci otağı görmək mümkündür. Baxın, pərdələri var. Hal-hazırda asılmayıb. Bax belə bir zal 3 otağın qiymətin 380 manatdır qiymətində bir balaca razılaşma olmalıdır. İndi isə 3-cü otağı görürsünüz. 4 ədəd deməli siz kravat görürsünüz. Yorğan döşəkləri var. Bax bu cürdür. Dediyim kimi deməli Növçülərdə yerləşən Al Marketin yaxın bir ərazidir. Keçmiş Əkbər marketidir. İndi isə yenidən mən sizə zalını göstərirəm. Bax belə bir həyət evinin kirayə haqqı 380 manatdır qiymətində bir balaca razılaşma olmalıdır. Burada isə 3-cü otağı görürsünüz. Bax 3-cü otaqda olan əşyalar bunlardır. Xaladinlik, qab üçün şkaf, paltoriya maşın, burası mətbəxidir. Onu da deyim ki, bunların hamısı işlək vəziyyətdədir. İndi isə deməli mən sizə mini bağçasını göstərirəm. 2 tonluq su bak var. İstil sistemi 2 minutkadır, elektronudur, təzədir. Qiymətin 380 manatdır qiymətində bir balaca razılaşma olmalıdır. Sizlərə uğurlar.